Bismillah. 19 avqust üçün bürclərin ən düz, ən doğru gündəlik proqnozu. Qoç, gözlənilməz xəbər və yeni imkan, tələsik qərar vermə. Buğa, pul məsələsində üstünlük səndədir. Gözlənilən ödəniş gələ bilər. Əkizlər, ünsiyyət və görüşlər ön plana çıxır. Bir sözün böyük təsiri ola bilər. Xərçəng, keçmişdən qalan məsələ yenidən gündəmə gələ bilər. Şir, günün ən güclü bürclərindən biri. İşdə və şəxsi həyatda diqqət sənin üzərindədir. Qız, maliyyə və sərhədlərlə bağlı xırdalıqlara diqqət et. Tərəzi, münasibətlərdə xoş dönüş mümkündür. Yeni tanışlıq da istisna deyil. Əqrəb, gərgin söhbətdən uzaq dur. Kiminsə gizli niyyətini hiss edə bilərsən. Oxatan, yeni plan üçün əlverişli gündür. Amma riskli sərmayədən çəkin. Oğlaq, işdə məsuliyyət artır, lakin nəticəsi xeyrinə ola bilər. Dolça, gözləmədiyin bir təklif və ya xəbər sevindirə bilər. Balıq, sakitlik sənə uğur gətirəcək. Duyğularla deyil, məntiqlə hərəkət et. Günün ən şanslı 3 bürcü, şir, buğa, tərəzi. Günün ən gərgin 3 bürcü, əqrəb, qız, xərçəng. Pul, buğa, sevgi, tərəzi, ümumi şans, şir.